Hər kəsə salamlar. Uşaqların otağındakı stolumuzdur. Düzdür, keçmişdən qalma stoldur, ancaq bizi qane edir. Almağı da düşünmürəm heç. Uşaqlardan üz tutduq mağazinlərə. Dedim uşaqların özünün seçimi olsun. Yəni özləri hansı rəng istəsələr o rəngdə alaq inşallah. Onlarla mağazinə gedirik, onların seçimi olacaqdır. İstərdim elə mövzumuz da uşaqlarla olsun. Yəni mən belə deyim, heç kimlə ölümünə belə döyüşmərəm. Kənardan izləyərəm. Amma mövzu övladlarımdırsa, heç kimin göz yaşına belə baxmaram. Övladlarıma toxunan hər hansı bir dilə söylənən, hər hansı bir sözə övladlarıma qarşı edilən hər hansı bir namərdə qarşı mən o insanın qarşısında dağ olaram və qarşısında dayanaram, susmaram belə. Yəni qoymaram ki, övladlarıma kimsə güldən ağır belə söz desin. Düzdür, deyə bilərsiniz tərbiyə və yaxud da ki, başqa cür düşünə bilərsiniz. Ancaq o uşaqların anası mənəmsə, onların tərbiyəsi də, əxlaqı da, təlimi də hamısı yerindədir. Yəni tərbiyəni kimsə verməyəcək ki, qonşu verəsi deyir ki, övlada. Hər hal ki, ana verir övlada. Çox şükür, əlhəmdülillah, bugünkü günü mənim də övladlarım çox tərbiyəlidir. Belə də davam edər Allahın izni ilə. Mənim övladlarıma hörmət qoyulmayan yerə mən addım belə atmaram. Budur, gəldik evə, artıq uşaqların da seçimi oldu, kulyonka aldıq, onların süfrələrinə bir dənə soğan doğrayan aldım, buna ehtiyacım var idi. Yəni, iki dənəsini alınmışdı, xarab olunmuşdu. Bunu da qızım bu dəqiqə trend olub deyimmi, moddur deyimmi, belə bir kukla, oyuncaq istədi, aldıq. Onun üçün də bu da uşaqların süfrəsi. Oradan da gələndə bir-iki lazım olan ehtiyaclarımızı aldıq evə. Mən övladlarımla xoşlayıram bazarlıq eləməyi, alış-verişi. Mənim dostum, mənim övladlarımdır. Mən hər bir şeyi onlarla paylaşıram, bölüşürəm. Elə bilirəm ki, sanki onlar uşaq deyil, böyük bir insanlardır. Onların mənə böyük dəstəkləri dəyir. Allah qorusun, Allah bütün balaları qorusun, mənim də övladlarım içində. Belə çöplər deyimmi, sukarik deyimmi, yəni bu uşaqlar istədi, bu şeyləri uşaqlar üçün aldıq. Daha sonra da evə lazım olan ehtiyaclarımızı aldıq. Biz hələ ki gündəlik demək olar ki, ehtiyaclarımızı alırıq, gündəlik lazım olduqca alırıq. Mən çox şükür Allahın verdiyindən hər gün çox şükür razıyam. Allahımın verdiyi ruzi ilə, Allahımın verdiyi hər bir şeyə, nemətə şükür edən bir insanam. Çox şükür Allahın böyüklüyünə. Uşaqlar çay istədilər, dedim onların da çayını sevə-sevə belə şokolad ilə çay verim onlara da. Çay süfrəsi deyəcəm, deyəcəklər ki, burada çox şey yoxdur axı. Çay süfrəsində adətən şirniyyat, nə bilim başqa. Bilirəm, təbii ki, ancaq evimizdə nələr varsa, onlar bizim üçün xoşdur ki, belə sevə-sevə hazırlayıb, aza qane olan bir insanıq, az, çox şükür Allahın verdiyinə bizə qanedir. Bu şokoladı da uşaqlar mənim üçün almışdılar. Amma çox dadlı oldu. Uşaqların özünün seçimi idi. Çox dadlı bir şokolad idi. Beləcə Allah yenə deyirəm, bütün övladları qorusun. Heç bir valideyn övladı sarıdan imtahan olunmasın, imtahana çəkilməsin. Hər bir imtahana dözmək olar, dünyəvi bir şeylərə dözmək olar. Ancaq övladla, canla imtahana biraz çətinlik olar. Ona görə Allah nə övladlarımızla, nə canımızla bizləri imtahan etməsin. Elə sizləri də, əziz izləyicilər, sizlərə də dua edirəm, özümüz üçün də dua edirəm. Beləcə uşaqlar çay içdi, elə mən də onlara qoşuldum, bir yerdə çay içdik, sevə-sevə, söhbət edə-edə. Çox gözəl söhbətlər elədik övladlarımla. Belə keçən videoda dedim biraz nar var idi. Onu yığdım ki, nardaça edəm. İndi onu təmizləyirəm ki, nardaça edim. Burada da qəşəng bir nar çıxdı qarşıma, şirin idi. Dedim bunu da uşaqlar üçün ayrıca dənəliyim. Uşaqlar yesin. Qan artıran bir şeydir, yəni nar qanları artsın deyə
Çox sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm.